Salam dəyərli izləyicilər, hər birinizi salamlayıram. Deməli uşaqlar, çoxunuzun da məlum olduğu kimi artıq imtahan tarixləri müəyyənləşib. Bizə ən önəmli olan birinci imtahan verəcək şagirdlərimiz buraxılış imtahanı 11-ci siniflərdir. Birinci zona 9 martda olacaq. Mən gözləyirdim ki, daha öncəyə çəkilsin, amma çəkilmədi. 9 mart və növbəti 15 mart olacaq. Bu nə deməkdir? Uşaqlar, artıq bizim təkrar üçün kifayət qədər çoxlu vaxtımız var, yəni sizin təkrar üçün kifayət qədər vaxtınız var. Bu 19 mart yəqin uşaqlar bu məzunlar üçün olan tarixdir və yaxud da mart ayının, aprel ayının öncəsi. Burada varmı? Baxaq. Burada yoxdur. Yəqin uşaqlar aprel ayının ilk həftəsi və yaxud da elə 12 apreldə, daha doğrusu 19 apreldə o məzunlarla birlikdə keçiriləcək. Məzunlar üçün buraxılış imtahanı keçiriləcək. Elə böyük ehtimalla elə olacaq. Amma dəqiq məlumatı da deyəcəyik də biz sizə. Deməli uşaqlar, 9 mart üçün biz artıq demək olar mövzuları yekunlaşmışıq. Sürət qruplarında da birinci hissəmiz bitib, ikinci hissəyə başlamışıq. Buna qədər artıq biz bitirəcəyik. Hətta biz fevral ayının 15-nə qədər bitirib artıq 2 dəfə təkrar eləmiş olacağıq mövzuları. Siz də həmçinin uşaqlar rahatlıqla təkrar edə bilərsiniz. Əksər uşaqlar deyir ki, 15 martda olan imtahan çətin olacaq. Düşünürəm ki, çox fərq olmaz uşaqlar. Ola bilər, bəlkə bir sualda fərq olar, amma ümumilikdə bir-birinə yaxın və bənzər imtahanlar olacaq. Yəni sual səviyyələri olsun, imtahanın keçirilmə, yəni imtahan səviyyələri olsun. Demək olar eyni səviyyədə olacaq. Yəni 9 mart birinci zonanda uşaqlar rayonlarını görürsünüz burada. İndi tək-tək oxumuram. Keçənki zonalarında, amma bu ilki zonalarda fərq var. Bəzi yerlər, bəzi rayonların yeri dəyişib. Məsələn, keçən birinci zona olanlar bu ikinci zonaya düşüb bəziləri. Hər birinizə uğurlar uşaqlar. Ümid edirəm ki, çəkdiyiniz əziyyətlərin qarşılığını görərsiniz. Biz də imtahan tarixinə qədər hər gün sınaq paylaşmağa davam edəcəyik. Özüm 3-4 gündür sınaq paylaşmırdım. Fasilə vermişdim ki, çox sınaq paylaşdığımız üçün çatdıra bilməzsiniz deyə və yaxud da hamısını işləyə bilməzsiniz deyə 3-4 gün fasilə verdim. Artıq bu gündən sınaqlarımızda davam edəcək. İmtahana qədər hər gün sınağımız olacaq. Çalışacağım canlı dərslərimiz də olsun. 11-ci siniflər üçün sürət qruplarımız məsələn davam edir. 9-cu siniflər üçün də açacaq. 9-cu siniflərin imtahanına başlayır. 5 apreldən 1-ci zona, 2-ci zona və 3-cü zona. Deməli uşaqlar, əlavə də mən sizə nə deyim hazırlaşmağınız üçün? Mövzuları bitirirəndən sonra kifayət qədər vaxt qalacaq və bacardığınız qədər çoxlu sayda sınaq işləyin. Bu videonu görənlər, əvvəlki sınaqlarımı izləməyən şagirdlər. Bizim 36 günlük sınaqlar seriyamız var. Artıq 22 dənə sınaq paylaşmışıq. 21 sınağın izahı verilib. 22-ci sınağın izahı da bugün veriləcək. Öncəki sınaqları əldə eləmək istəyirsinizsə, Telegram kanalımıza qoşula bilərsiniz. Rəydə linklər olacaq. Oradan keçid eləyə bilərsiniz. Və yaxud da burada yazıram 070. Bax, bu nömrəyə də yaza bilərsiniz. Sınaqları əldə eləmək üçün. Bütün bundan öncəki sınaqlar və bundan sonra da sınaqlarımız davam edəcək. Yəni mövzu bitdi uşaqlar. Təkrar elədiniz, bitdi. Ancaq sınaq işləyin. Ancaq sınaq işləyin. Sınaqlarda səhv yazdığınız mövzuları təkrar eləyin. Bu qədər çox uzatmayacağım. Sadəcə məlumat vermək istəyirdim. Hər birinizə bol-bol uğurlar. Axşamda sınavımızın izahı olacaq. Hər birinizi gözləyirəm. Sağ olun uşaqlar. Hər birinizə uğurlar.